Əzizlərim, bu günlərim yeni bir video başlayır. Biraz gec paylaşacağım. Olar yəni artık yəni. Dostlar, əslində mən Ayço'yu oynayacaqdıq. Ancaq dedim ki, yəqin ki bəyənməlisiniz. Çünki həm baxış sayısı az idi, həm like sayısı az idi. O birisine biraz çox gəlmişdi baxış sayı düzdür. Ancaq yəni like sayısı çox aşağı idi və baxış sayısı ən son seçdiyimdə də o da aşağı idi. Yəni 85 idi, nə idi? İzlənmişdi, ikinci çəkdim. Dostlar, dedim yəqin bəyənməmsiniz. Onun üçün like ya da baxmırsınız. Mən də ümid elədim ki, bunu bəyənərsiniz. 5-ci sinif dərsliyinə uyğun olaraq əslində 1-ci sinifdən başlayacağım. Sadəcə yəni proqrama uyğun gedək. Yəni proqram nə qədərdir deməsəz məndə var və 27-ci səhifədəyik. Artıq proqramda biraz da qabaqdayıq. Heç nə olmaz deyirəm. İsmi şəxsə görə dəyişməsi. Mövzumuz budur. Çox asandır əslində. Sadəcə bunları baxın qeyd edeyim. Baxın. Bu hissə sadəcə. Baxın bu hissə. Qara ilə olunan baxın bu hissə. Yadda saxlanırsa füsyon. Füsyon. Baxın bu hissə yadda qalırsa füsyon. Amma sözləri təbii ki oxumaq mümkündür. Yazırıq indi. Bura baxmadan öncə biz yazırıq ki, bir dəqiqə yazırıq. Birinci şəxs. İkinci şəxs. Təkdə mən olur. Baxın buradan qeyd edirəm, yəni istəyirsə buradan da eləyə bilərsiniz qeydinizi və 2:40 bağışlayın 1:45 dəqiqə olacaq dostlar. Çünki dərslik elədi, yəni dərs müddəti elədi. Mən də istədim elə eləyim. İkinci şəxs. Mən, sən. Əslində asandır. Sadəcə öyrənmək lazımdır. Yəni bu sinifdən artıq getmiş olarlar. Üçüncü şəxs. O olur. O. Bu. Bunlar təklədir. İndi gəlin zəmi yazaq. Zəm. Belə bir şey qoyuram. Birinci həmişə şəxs söz yadından çıxmasa sən olur biz. Bunları hətta qırmızı ilə belə elə bilərəm yəni istəyirsiniz. Amma axırda eləyəcəm ki, başınız qarışmasın sizin də mənim də. Yazırıq ikinci. Sən, siz. Siz. Üç tane şəxs var. Üçüncüsü. Cəm olur onlar. Onlar. İndi bir dəqiqə altının tez. Niye bunu eğricedir başa düşmürüm ben. Ay Allah. Bak bu eğri.
Satır. Neyse. O. Yani dostlar, burada aslında əzbərləyəcək sadəcə baxın bunlardır, yəni yazdıqlarım. Bu dəftərinizə keçirsəz daha yaxşı olar. Daha yaxından öyrənmiş olarsınız. Burada da şəkilçiləri əslində verim. Şəkilçiləri əgər istəyirsinizsə yaza bilərəm. Mən seçərəm, kitabda da verim. Mən sadəcə dərslikdə olmayanı istədim ki, öyrədim. Yəni ki, başa düşmürsünüz da. Bir indi ondan vaxtımızı itirməyəyəm ki, müəllimlər də bunu lap yaxşı başa salır, ancaq mən ətraflı bir dərs istədim ki, başa salır. Şəxslər yenə 3 yerə bölünür. Bunlar dedik dostlar, gəlin B tapşırığına keçək. Deyir, altından xətt seçilmiş sözlər. Baxın, bundan xoşum gəlir. Nə deyir? Altından xətt seçilmiş sözlərin hansı şəxsə aid olduğunu müəyyən edir. Yazak buradan bir böyüdüm. Buradan bir de böyle koyak bir çay. O şeyden yazırıq. Buradan yazırıq. Bir yaxşı tap. Şırıq B. Burada da B. Yazak buradan tapşırıq B. Ne deyir? Birincisi, ben kısaltı cevaplarını yazacağım. Siz istəyirsə köçürdürəm. Yani köçürdürəbilirsiniz. Ben sizə kısaltı cevabını yazacağım. Mənim böyük qardaşım əskərdir. Yazaq əskərdir. Dur. İstəyirsiniz hətta belə rəngli karandaşlarla belə yaza bilərsiniz. Ancaq mən əlimdə olanlar büyüdüyüm, onları istifadə edirəm. Əskərdir, dur. Hardadır dostlar? Gəlin kitabda hətta baxaq. Dur. Üçüncü şəxsin təkindədir. Baxın, bunlar yaxşı yadınıza saxlayın. Təkindədir. Kim əskərdir? Onun qardaşı. Onun fərq nöqtəsinin ilişəcə çıxır. Yazarıq. Üçüncü şəxs üçün şəxs tək yazarıq. Keçdik aşağıya. 2. Nə deyir? Akronim yazaq. Qıssan. Yazırıq qıssan. Qıssan. Sənin altına yenə bir xətt. Əslində bunu baxın, əskərdir. Dir dəyişmir. Qıssan dəyişmirəm. Bu cüzə yaza bilərsiniz. Sən ikinci şəxsin təkindədir. Yəni ikinci şəxsin təkinə baxırıq. Şəxs. Bu dəftərinizə köçürsəz daha yaxşı olacaq. Yəni dostlar, baxın bu hissəyə. Bir də buradan şəkilçilər. Baxın, birinci şəxs təkdə mən, yazırsınız şəkilçisi. Sonra ikinci şəxs təkdə sən, yazırsınız şəkilçisini sən. Üçüncü şəxs təkdə o, yazırsınız dur. Dır üstü 4 qoysaz kifayət edir məncə qədər. O da qədər deyə mən istəməz. İndi o birisine keçdik dostlar. Sən yazırıq ikinci şəxsin təki. Yazırıq tək. Burada qoyaq eyni olsun da. Üçüncü. Yazırıq 3. Burada ne var yazılmışım? Ne kadardı? Alt dənədəsində qısadım. Bu işləri öz cavabdeh üçün təşkilatçıyam. Bu işlərə özüm cavabdehəm. Çünki təşkilatçıyam. Əslində burada yam, mən. Dostlar, yəni onun köçürdəyi görəyəm. Neyse, köçürdəyi nə olasıdır? Bizə listə getir. Təşkilatçıyam. Baxın, bura baxsınız. Baxın, o bizlər sizə
ixtisaslaşdırmasın ki, burada axırda verdi, baxın, bu hissə. Elə bil təşkilatçıyam. Yıldan sonrasını atırsınız, amma baxırıq. Bu cür dostlar. Təşkilatçıyam. Birinci şəxsin, təki. Dostlar, bu arada bu il, yəni bugün ikinci gündür və bildiyiniz üzrə 30 çərşənbəsidir. Təbrik edirəm. Bayramınız mübarək olsun. Amin yərəbi. 4. Yazaq. 4 nədir? Gör neçə ildir qonşumuzsunuz. Yazaq. Qonşu sözünü. Qonşumuzsunuz. Burada unuza baxırıq. Sınız unuz. Yəni şey olduğu üçün. Qonşumuz suyu yazmışım. Bəli. Yəni altına xətt seçirik. Bu da dostlar. Yazaqsınız. İkincisi. Dostlar, ümid eləyirəm ki, yəni ikisini də artıq özünüz yazın. Çünki yəni asandılar da, yəni altından xətt çəkilmiş söz yazsınız da belə kifayətdir. Tapşırıq deyil. Onları da eğer mənim müəlliminiz kimi görürsünüz, ya da bir dostunuz kimi görürsünüz, dostlar da bir-birinə ev tapşırıq verə bilər. Mən isə 5 ilə 6'yı yazın, o bir videomda soruşacağım. Yəni dərs videomda əgər vaxt qalsa soruşacağım. Tapşırıqçı. İzah eləyək tapşırıqçıyı. Birinci baxaq görək nə deyir. Biri fərqlidir. Dostumuz, uşaqdır, evləri. Mənim dostum, sözümüz, mən sizin sözünüz, uşaqdır, onlar uşaqdır, evləri, dostlar, burada budur, yəni yazmağa etiraz yoxdur aslında. Yəni, sözcü baxın. Ay, çox ciddim. Qalın desən, üçün bəli qalın. 50% kifayət edir məncə. Ay, çox. Rovunu 50. Məktubdur, rəssamsınız. Rəssamsınız, yuxarıda verilib bacıyam. Nə verib? Bir tərəf. Yenə yaşayam. Bacıyam, məqsədimiz. Məktubdur. Burada dur. Harda verilib dostlar? Əslində onun məktubudur, onların məktublarıdır. Onun üçün üçüncü şəxs olur bu, yəni təkid olur. Rəssamsınız, sınız, hardadır, sizdədir. Bacıyam, mən bacıyam, məqsədiniz, unuz. Burada aslında fərqli söz yox deyirsən. Nəsə yoxdur dostlar, burada fərqli. Baxın. Məktubdur, bacıyam, bunlar təkdə işlənir. Rəssamsınız, məqsədimiz, bu da cəmdə işlənir. Mən görəmirəm. Əgər bu cavabını tapmışsa, müəllim olaraq müəlliminizdən soruşa bilərsiniz, ya da müəllim bu videoyu izləyirsə, xahiş edirəm, mən bunu deyirəm. Çünki yoxdur bunun cavabı məncə, amma varsa mənə bildirin, dostlar, kommentlərə yazırsınız, cavabı varsa. Nöqtələrin yerinə uyğun şəxs şəkilçisinə əlavə edin. Ariflə birinci sinifdə dostluq. Nə? Sinifdən dostluq. Uq olmalıdır orada. Deyən görüm. Ariflə birinci sinifdə dostluq.
Hə, odur. O da olur təbii ki, cəmdə, yəni biz dostluq. Baxın. Burada verilmir aslında. Asaddır. Baxın. Ancaq səhv verir. Kimsə səhv verir bunlar. Bunlar belə qaralayıram. Yəni bilək səhvlər. Çünki həqiqətən səhv verir. Yəni bunların belə olmaz. Belə. Həqiqətən də bu uğura layiqsiniz. İkinci şəxsincə məlum oldu ki, Elxanın bacısıdır. Durdur və bəli, dostlar, yəni bu qədər idi. Tapşırıq əslində asandı idi, yəni. Bu cür. Bunlar da köçürsəz mənizə baxın. Tapşırıq C-yi də şifahi olaraq işlədik. Tapşırıq C-yi isə artıq da şifahi olaraq işlədik. Mən orada yazmaq bir şey görmürəm çünki. Yəni hamısı şifahi olaraq deyilir və burada da var da məntiqini zənə tapa bilərsiniz. Zəmi. Baxın, burada baxdınız. Birinci şəxsin zəmi biz. Bizim şəkilçisi nədir? İq. Yazsan uyğun gəldi. İq. Məsəl üçün Ariflə birinci sinifdən dostluq. İq gəldi uyğun. Sonra bu cür yəni yaza bilərsiniz. Mən burada yazmaq bir şey görmürəm. Amma səhv olarsa yəni deyin. Və dostlar, bu qədər idi artıq mövzumuz. Sağ olun. Təşəkkürlər. Sağ-salamat qalın. Gələn videoda görüşənədək dostlar. Düz 16 dəqiqə oldu. Gəlin 5 aya da baxaq. Sağollaşmadıq. Zarafat dostlar, sizi çox yoruldum. Sağ olun izlədiyiniz üçün bura qədər. Sağ olun. Öpürəm sizi. Bye.